Biz insanlara nəzər salanda görürük ki, insanlar həyatlarından narazıdırlar. Daim şikayət edirlər. Şikayət ab-ı havasındadırlar. Bilirsiniz, şikayət öz başına baş vermir. Bunun kökü var, səbəbi var. Daxili bir narahatlığı göstərir şikayət. Razı adam, rahat adam, huzurlu adam şikayət eləməz. Əgər insan şikayət edirsə, deməli narahatdır. Şikayət bunun huzurunu, aramlığı əlindən alıb. Aram deyil insan. Bunun mənəvi və psixoloji səbəbləri vardır. İlk öncə mənəvi səbəblərdən başlayaq. Düzdür, səbəblər çoxdur. Sadəcə biz bir neçəsinə işarə etmək istəyirik. Birinci mənəvi səbəbi qəlbin narahatlığıdır. Qəlbin və ruhun narahatlığı. Ruhun dərinliyində bir narahatlıq var insanda. Baxmayaraq Quran buyurur ki, "Ələ bi zikrillahi tətməinnul qulub." Qəlblər yalnız Allahı zikr etməklə aram tapar. Amma bu insan rahat deyil, narahatdır. Çünki qəlbi aram deyil. Bəzi problemləri var ki, daxildə o zahirə vurur. Və adi problemlər onun üçün çox ağır görsənir. Çünki daxili bir narahatlığı var. Qəlbini rahatlatmalıdır. Allahı zikr eləməklə, dua eləməklə, ibadətlə, itaatlə, bu əməllərlə öz qəlbinin o narahatlığını, ruhunun narahatlığını aradan qaldırmalıdır.